Yuxu, mücərrəd. Bəli. Yuxunu görürük, düzdür, amma e, o görmək o görməkdən deyil. Bunu belə deyək, gözümüzlə görmürük. Düşüncələrimizdə görürük, beynimizdə. Ona görə. Yaxşı. Elə bir söz deyin ki, onu həm konkret, həm də mücərrəd isim kimi düşünmək olsun. Ağıl. Zöhrə yazıb gözləyirdi ya. Söz ağzından çıxan kimi enter vurdu. Ağıl. Bəli. Ağıl, saat, doğrudur. Analıq, analıq, aha, doğrudur. Və hətta elə cümlə ola bilər ki, o cümlənin içində belə iki cür mənasının ikisi də düz gələr. Məsələn, mənim testimdə var idi. Hava xoşumuza gəlmədi. Hava həm oyun havası, həm də ki, nəfəs aldığımız hava, hər ikisi düz gəlir orada. Və yaxud da çobana da ağıl lazımdır. Çobana ağıl lazımdır. Ha, belə nümunələrdə ağıl hər iki mənada düz gəlir. Yaxşı. Bəs əm, toplu isimlər cəmlənə bilmir fikri. Doğrudur, səhvdir. Toplu isimlər əsasən cəmlənə bilmir. Doğrudur, səhvdir. Yanlışdır. Toplu isimlər də cəmlənir, amma istisnalar var. O istisnaların da səbəbi var əslində. Nədir səbəbi? Bəli, əhali, cəmaət. Yəni biz öz dilimizdə deyirik ki, e, cəm şəkilçisi varsa sözdə, o söz cəmdə olan isimdir. Yoxdursa, cəmdə olan isim deyil. Hə, amma bu cəmaət əhali bəs niyə cəmlənmir? Çünki bunlar ərəbcə zaten cəmdədir. Məsələn, cəmaət, axırda at, ət var və yaxud da əhali, əhl sözündən də əhl insan deməkdir. Məsələn, əhli beyt, beyt əhli, ev əhli. Hə. Və yaxud da o birisi bəzi sözlər var, şüəra, üləma. Bunlar da, məsələn, şair sözünün cəmlənməsi ərəbcə şüəra, alim, üləma və bu formada olur deyə onlar zaten cəmdədir. Amma sırf belə deyək, bizim kateqoriyalarla yanaşsaq və bu sözlərə çıxsaq, hə, e, toplu isimlər adətən cəmlənir, bir neçə dənə istisna olmaq şərti ilə. Bəli. Yaxşı. E, sümbül. Yani buğdalar olan sümbül. Topludur, toplu değil. Değil. Bəli, değil. Niyə deyil görəsən? Onlar axı bir yerdədir. Qalxında deyil. Aha. Niyə? Niyə olmasın? İzahda demişdik. Aha. Olmama səbəbi odur ki, ümumiyyətlə qayda. Aha. Yox, bir şeyin çoxluğu deyəndə ki, burada da var da, buğdaların çoxluğudur sümbül. Çoxlu buğda, salxım, üzüm salxım. Deməli, birincisi qayda olaraq belə yadda saxlayırıq ki, bu toplu isim məsələsi canlı isimlərə aiddir. Canlı dediyimiz, yəni dilçilikdəki canlı, biologiyadakı yox. Heyvanlar, bir də insanlar. O birisilər isə, yəni bitkidir, həmçində ağacdır, sümbüldür, fərqi yoxdur, yəni üzümdür. Bunlar bir yerdən, bəli, meşədir. Bunlar toplu isim ona görə sayılmır ki, onlar ora toplaşmırlar. Onlar elə orada olurlar. Orada əmələ gəliblər, orada bitiblər. Yəni üzümün dənələri bir yerə toplaşıb salxım əmələ gətirməyib. Ə, və yaxud da qarğıdanın üstündəki o qarğıdalı dənələri bir yerə toplaşıb o qarğıdanı əmələ gətirməyib. İndi burada biraz ailə sizi düşündürə bilər ki, məsələn, övlad olaraq yanaşsaq, övlad orada doğulur da, hardansa gəlmir. Amma yenə də ata-ananın bir yerə toplaşması kimi düşünsək, ailə də toplu isimlərin içində gedir. Və bundan başqa el sözü var, el. El əgər məkan mənasını bildirirsə, məkan, o zaman olmur toplu. Çünki məkan mənalı söz toplu olmur. Amma insanlar mənasını bildirirsə, o zaman toplu olur. Məsələn, elimizə, bəli, batareya da daxildir. Elimizə bahar gəlir. Burada insanlara bahar gəlmir ki, burada söhbət gedir bizim
kəndimizdən, ölkəmizdən. Amma desək ki, el buna nə deyər?